Ötən gecə meydanda olan Bəhlul Mustafazadənin əsli İmişlidəndir. Anthony Gordon isə Liverpoolda doğulub. Yəni biri futbolun tabuta qoyulduğu, digəri isə beşiyi olan ölkədə göz açıb. Bəhlulun ata yurdunu təmsil edən eyni adlı komanda Premier Liqaya bu mövsüm gəlib. Amma Gordonun şəhərinin iki nəhəng klubu var: Liverpool və Everton. Bu şəhərlər futbolçu yetişdirir. İmişlidə isə şəkər çuğundurunun istehsalı daha çox prioritet məsələdir. Təkcə Liverpoolun stadionu Enfieldin 61 min azarkeş tutumu var. Amma İmişlinin oynamağa arenası yoxdur deyə Qubaya üz tutub. O stadionun da durumu o qədər bərbaddır ki, çox vaxt etirazını dilə gətirməyən Qurban Qurbanovu da ötən tur özündən çıxarıb. Biz Bəhlulun heç bir perspektiv vəd etməyən Çin klubuna transfer olunmamasına üzülürük. Amma Anthony Gordon azarkeşi olduğu Evertonda vaxtilə duruş gətirə bilmədiyinə məyus olub. Bizim futbolçuların Everton səviyyəli kluba yaxın düşməsi axırıncı dəfə 16 il öncə olub. Onda da transfer iş icazəsi məsələsinə görə yatıb. İndi Araz Abdullayev Karvan Yevlaxda karyerasını bitirmək üçün gün sayır. Anthony isə 2023-cü ildə bizim pulla 103 milyon manata Evertondan Newcastle-a transfer olunub. Nəhəng klublar üçün bu məbləğ elə də böyük sayılmır. Azərbaycanda isə 103 milyon və ondan yuxarı məbləğlər ancaq rüşvətə görə həbs olunan məmurların evindən çıxır. Elə İmişlinin hazırda həbsdə olan sabiq icra başçısı William Hacıyev kimi. Onun evindən çıxan pullarla İmişlidə nəinki qəşəng stadion tikmək, hətta Gordonu da almaq olardı, onun qadasını da. İngiltərədə William nəhəng yazıçıdır, bizdə isə böyük korrupsioner. İndi bildiniz, Qarabağ niyə 1-6 hesabı ilə uduzdu?